Başlayır rəvayətim, amma bu başqa mövzudur. Mənim bildiyim budur. Azərbaycanımda, igidlər məkanımda, Laçın rayonumuzda var, tanınmışdır aşkar. O cənnət Qarabağda, Cəsur da var Qoçarda. Qardaşımız Bəxtiyar, elə qazanıb etibar. Xalqına xidmət eləyib, hamı ona diqqət eləyib. Laçının Əlikli kəndi, həmişə qədir biləndi. Çox oğlan yetişdirib, torpaq üçün pay verib. Oğullardan biri çəkilməyibdir geri. Adı da Bəxtiyar idi, dağ kimi ucqar idi. Özü Laçın balasıydı, düşmənin bəlasıydı. Sadə mehriban idi, qəlbi saf oğlan idi. Azdı o cür oğullar, onun tutduğu yollar. Heyran eləyib hər kəsi, xoş idi hər kəlməsi. Söhbətin əsnasında, Qarabağ davasında durmayıbdı Bəxtiyar. Xalqa olub tərəfdar, göstərirdi köməyini, itirmərik əməyini. O Laçından gəlsə də, qalırdı Seydimlidə. Qorxusuz cəsur insan, öndə gedib durmadan. Olsa da 33 yaşı, bəlalar görüb başı. Var idi bir nivası, xalqa olub faydası. Elə həminki nivada, ömrü veribdir bada. Döyüşçü oğlanlara, can qoyan insanlara. Dayaq olubdu birbaşa, həkk olunur yaddaşa. Mahmud oğlu Bəxtiyar, belə qazanıb etibar. Atası da Məhmud kişi, mərd olubdu keçmişi. Elə kişinin evladı, gərək saxlasın adı. Yazmağında səbəb var, qardaşımız Bəxtiyar. Qəhrəmanlıq edə-edə ad qoyubdu ölkədə.